Bir gənc nə qədər müstəqil olmaq istəsə də, bir yeniyetmə nə qədər azadlığa can atsa da, yenə də o öz həyatda hədəflərini düzgün tapmaq və o hədəflərə çatmaqda böyüklərinin, valideynlərinin, ata-anasının, baba-nənəsinin tövsiyələrinə ehtiyacı var. Yəni bundan ehtiyacsız deyil. Bəzən gənclər nəsihət qəbul etməkdən imtina edirlər və özlərini ehtiyacsız hiss edirlər valideynlərin nəsihətindən və valideynləri baba-nənəni köhnə əsrin nümayəndəsi kimi bilirlər. Əslində elə deyil. Bir bənzətmə var. Deyilir ki, nə qədər ox düzgün hədəfə çatmaq istəyirsə və uzaq mənzillərə getmək istəyirsə, o beli bükülmüş yaydan çıxmalıdır. Bizim baba-nənələrimiz, ata-analarımız düzdür ki, həyat onları yaşlaşdırıb və çətin ağırlıq, çətinliklər qarşısında, çətin yüklər qarşısında belləri bükülüb. Ola bilər, bu həyatın qaydasıdır. Amma o beli bükülmüş babadan, nənədən, ata-anadan düzgün tövsiyə, düzgün hədəfləri almaq və onları dinləmək hər bir gənc üçün böyük bir nemət ola bilər, böyük bir nailiyyət ola bilər. Onlar, valideynlər keçdikləri həyat yollarını, sınadıqları təcrübələri, həyatın ağrı acısını qərəzsiz şəkildə, təmənnasız şəkildə o təcrübələri övladlarının ixtiyarına qoyurlar. Mənim yadıma gəlir, dayım uzaq səfərə gedəndə mənə deyərdi ki, babanı sənə tapşırıram. Babaya baxasan, babaya yaxşı baxasan. Mən də oturardım, babam üzün qırxdığı zaman ona baxardım, diqqətlə baxardım. Yaşlı və biraz da zarafatçıl olan babam deyərdi ki, mənə baxma, diqqətlə baxma mənə, üzümü kəsərəm, belə deyərdi mənə. Deyərdim ki, mənim dayım tapşırıb mənə, babaya baxasan. Deyərdi ki, mənim dadaşım, bu o demək deyil ki, babaya baxasan diqqətlə, üzün kəssin. Bu, o deməkdir ki, sən babaya kömək eləyəsən işlərində, əlində bir ağır yük olsa ona alasan, hər hansı bir işi olsa ona kömək eləyəsən, qayğı göstərəsən, sevgi göstərəsən, incitməyəsən, sözündən çıxmayasan. Bəzən biz valideynin sözünə baxasan anlayışını gənclər başqa cür başa düşürlər. Nəsə bir yük altına getmək, azadlıqlarını məhdudlaşdırmaq, belə baxırlar. Xeyr, əslində gənc hədəfinə düzgün çatmaq istəyirsə, valideyninin sözünə baxmağı, onun təcrübələrini dinləməyi özü üçün bir xəzinə kimi, bir nemət kimi bilməlidir. Nə ki, formal şəkildə, bəli, valideynimə baxaram, sözünə baxaram, amma dinləməsin və öz istədiyini eləsin. Yəni, gənc edə bilər həm yeni əsrin nailiyyətlərini, öz yeni enerjisini və biliklərini ata-babanın, nənənin, ata-ananın fikirləri ilə, təcrübələri ilə toplasın və daha düzgün şəkildə, daha keyfiyyətli nailiyyətlərə, hədəflərə çatsın. Belə bir kəlamı var Peyğəmbərin. Yəni, Ramazan ayının nə qədər mübarəkliyi var, nə qədər nuraniliyi, ağırlığı, böyük savabları var, əhəmiyyəti böyükdür. Valideyni də Ramazan ayından və xüsusilə Ramazan ayında o qədir gecələri ki var, böyük savablar qeyd olunub onun üçün valideynini onunla bir yerə qoyur. Peyğəmbər o kəlamında söyləyir ki, hər kəs Ramazan ayında gəlib Ramazan ayına çatsa və əhya gecələrini, qədir gecələrini dərk eləsə, yəni gəlib qədir gecələrinə çatsa, amma özünü bağışlatdırmasa, yəni batini cəhətdən təmizlənməsə və gözəl mənəvi təmizliyə çatmasa, günah onun özündədir. Və Peyğəmbər orada tənə vurmaq formasında bu anlayışa gələn bir söz işlədir. Deyir ki, Allah rəhmətindən uzaq olsun. O kəs ki, Ramazan ayına gəlib çıxa, əlində Ramazan ayı ola, əlində qədir gecələri ola, amma heç bir şey etməyə, heç bir dua etməyə, bu gecələrin faydalanmaya, özünü Allaha bağışlatmaya və özünü təmizləməyə, paçlaşdırmaya batinini, o adam Allah rəhmətindən uzaqdır, günah onun özündədir. Bu eyni kəlmədən sonra Peyğəmbər kəlamında söyləyir ki, və hər kəs valideynlərin huzurunda yaşaya, valideynləri həyatda ola və valideynlərinin əlinin altında özünü bağışlatdırmaya Allaha, valideynlərə etdiyi hörmət sayəsində özünü Allaha bağışlatdırmaya, bu da Allah mərhəmətindən uzaqdır. Yəni, ən aciz adam, Peyğəmbər bu kəlamında iki ən aciz adamı bizə tanıtdırır.
Biri budur ki, Ramazan ayı əlindədir. Allah onun hər bir saniyəsinə, hər bir nəfəsinə savab verir, amma bu insan heç bir fayda götürə bilməyib bu Ramazan ayından. Və ikinci insan da elədir ki, valideynlərinin huzurunda yaşayır, amma o valideynə etdiyi hörmət, yaxşılıq, ehsan sayəsində, valideynin ürəyini sevindirmək sayəsində, yaxşı övlad olmaq cəhdləri etməyin sayəsində bu insanda heç bir şey eləməsə, özünü Allaha bağışlatdırmasa, bu adam da ən aciz adamdır, bu iki adam. Valideynlərin həyatımızda olması kimi böyük bir nemət var ikən, valideynlərə, ata-anaya, baba-nənəyə yaxşılıq etmək var ikən özümüzü yüksək mənəvi məqamlara çatdıraq. İldə bir dəfə bizə verilən Ramazan ayının bərəkətlərindən, faydalarından istifadə edib yaxşılıqlar etdiyimiz kimi və buna çalışdığımız kimi, ömürdə bir dəfə verilən valideyn nemətini də özümüzə nemət bilək, valideynlərimizə də yaxşılıqlar edək və bunun nəticəsində o yaxşılıqlar bizi də mənəvi cəhətdən parçalasın.